Bugün siz evlənəndə sevincəyə düşmüşük. Dəxliyyət də oldu, olmadı, nə gəldi əlimizə almışıq deyəsən. Bugünləri evlənən vaxtı yoldaşımla necə sevincəyə düşmüşük, nə gəldi ağzımıza almışıq deyə fikirləşdiyim əşyaları göstərəcəm. Həqiqətən də yəni evlənəndə bizim elədiyimizi eləməyin, nə əlaqəsi var, niyə almışıq? Əmin olun ki, özüm də bilmirəm. Məsələn, baxın, meyvə qurutma aparatı. Qəşəng-qəşəng meyvələri qurudur, çox qəşəng hazırlayır. Məsələ orasındadır ki, mənim yoldaşım ümumiyyətlə meyvə yemir. Mən isə meyvə qurusu xoşlamıram. Getdi. Səhv eləmirəmsə, ya 150 ya da 200, yəni 150-200 manat arası almışdım 6 il bundan əvvəl. Yemək pişirmə qazanı. Niyə belə bir şey alasam bilmirəm, amma adamın üstündə Allah var. Bunu 2-3 dəfə təzə evlənən vaxtı kartuşka free eləmək üçün istifadə eləmişdik. Belə qəşəng qaşıqları falan da var içində. Amma niyə almışıq da, yəni nəyə lazımdır belə bir şey evdə? Heç vaxt istifadə olmayan, heç kim işinə yaramayan bir şeydir. Amma dediyim kimi, 1-2-3 dəfə işlətmişik. Səhv eləmirəmsə, bunu da 100-150 arası almışdıq. Bitdi mi? Hayır. Əlbəttə ki, bitmədi. Baxın, kofe dəmləmə aparatı. Niyə? Yəni, sanki bütün günü evdə boş-boş oturan adamlarıq da səhərdən axşama qədər bir də dəmləyib içəcək. Yəni, bir stakan da yox, ha. Nə qədər, neçə litrdir bu? Üzərində 12 yazılıb. Yəqin ki, 12 stakandır. Səhv eləmirəmsə 2 litr civarında olmalıdır. Qəşəng funksiyaları falan da var idi. Çox qəşəngdə olmağına da sadəcə olaraq heç bir şəkildə işimizə yaramayan bir aparatdır. Nəyimizə lazımdırsa. Bunu da səhv eləmirəmsə 200-250 arası almışdıq. Təbii ki, bitmədi. Möhtəşəm kofe üyüdənimiz. Hansı ki, indiyə qədər bir dəfə bunun içərisində istiot üyütmüşəm. Bir dəfə isə baxıram, pesok üyütmüşə oxşuyuram. Yəqin pudra şəkərim yox imiş içində, evdə ona görə. Belə bir aparatdır. Bunu ümumiyyətlə sevməmişdim. Heç istiot üydəndə də sevməmişdim. Nəsə yaxşı işləmirdi. Amma belə qəşəng aparatdır. Bəlkə də mən funksiyalarını tam tuta bilməmişdim. Çünki üzərində dərəcələri falan çoxdur. Bunu da səhv eləmirəmsə 150-yə almışdıq o vaxtı. Bu da belə getdi. Əlbəttə qutarmadı. Bu da sonuncusu dəm dəstgahımız. Hal-hazırda xaladelnikin üstündəki şkafı da dəyişirik. Bunun yerləşə biləcəyi bir yer yoxdur bizim evimizdə, təəssüf ki. Yəni boyu o qədər hündürdür ki, nə qədərdir bu? Hardasa bu məsafə 60 sm-sə 50 sm civarındadır. Hal-hazırda bunu evə qoymağımıza yer belə yoxdur. Bunun problemi nədir? Çox qəşəngdir bu arada. Yəni meyvəni bütün şəkildə belə içərisinə atmaq olur. Məsələ orasındadır ki, bayaq da dedim, yoldaşım ümumiyyətlə meyvə yemir. Tutu meyvə şirəsi içmir. Zaten yediyi meyvələr alma, kök, xiyar, qarpız, bir də çələkdir. Onları da sokun süzüb içmir. Mənsə əslində xoşlayırdım. İndi evdə heç kim içmir, yemir deyə mən də oca yemirəm. Bu da beləcə, bax, başına döyə-döyə qalır burada. Bu da onun suda juice süzülən yeridir. Bunu da səhv eləmirəmsə 350-400 arası almışdıq. Haradasa 1000 manatlıq bir artıq çıxdı evdə, bəlkə də 1000 manatdan baxa. O vaxt yadımdadır ki, İrşad zəng eləmişdi. İrşaddan sifariş eləmişdim bunları. Kreditlə sifariş eləmişdim həm də. İrşaddan əməkdaş zəng eləmişdi ki, 11 dənə məhsul sifariş eləmişdim. Ütü falan da, toster falan da var idi içərisində. Toplamı hardasa 3800-4000 arasıydı. Əməkdaş zəng eləyib ki, xanım, üzürlü sayın bir sual verim sizə. Bunları neyinirsiniz bu qədər məhsulu? Mən də qayıtmışdım ki, heç nə evlənirik, ona görə alıram. Yəni siz olun, bizim elədiyimizi eləməyin, sevincəyə düşüb artıq şeylər almayın. Hələ artıqlar var. Bizim evdə məsələn şey var, paltar tikən maşın var. Ondan sonra Karacadan 3 mərtəbəli çaydan seti almışıq. Gözüm onu da gətirim gözlə.
Ta-ta-ta-tam. Baxın. 3 mərtəbədən ibarətdir. Sanki həftənin hər günü boş bekar evdə oturubmuşuq. Yeyib içmək eləyirmişcəsinə 150-200 manat arası qiymət pul vermişdik o vaxtı buna. Baxın, Qaracadır. Belə bir qəşəng setimiz də var. Əslində çox qəşəngdir, çox bəyənmişdim. Hətta təzə evlənən vaxtları bazar günləri çayda dəmləyərdik, zavtraq qəşəng özümüzə zavtraq hazırlayardıq. Onda istifadə də eləyərdik, işimizə də yarardı. Təbii ki, sonra nə oldu? 2 ildən sonra tutu doğuldu. Artıq 4 ildir ki, bu çaydan öz başına döyə-döyə qalıb, hələ də istifadə oluna bilmir. Ümidimiz odur ki, tutu inşallah böyüyər, süfrə mədəniyyəti formalaşar. Mədəni şəkildə bizimlə yeməyə oturar və həmçinin bizə yemək yeməyə icazə verir və biz də bu gözəlləri təkrar istifadə edə bilərik. Bir sözlə siz olun, bizim kimi sevincəyə düşüb nə gəldi, boş-boşuna pul həşləməyin. Bir də kreditlə almışıq, yəni nağda alsan deyərsən ki, dərd yarıdır, artıq pulu var, alır. Amma mən bunların hamısını kreditlə almışam, niyə görəsən?